Hər vaxtınız xeyir olsun. Space TV-nin Banu verilişinin daimi doğma izləyiciləri. Bugün də toyumuz var. Toyumuz var, yolumuz var deyə gəlmişik Qusara. Və Qusarın çox gözəl, sevdiyim turistik bölgələrindən biridir, kəndlərindən biridir. Bugün Lazadayıq. Qusarın Laza kəndindəyik. Bugün bir Qazi qardaşımızın xeyir işindəyik. Mənə də bura gəlmək xoş oldu. Çünki bura digər kəndlərdən mənim üçün fərqlənir. Havası ilə, suyu ilə, mənzərəsi ilə, yəni digər kəndlərdən seçilir, sevilir. Bugün burada elə bir hava var. Təsəvvür edin, donuruq da, donuruq. Yəqin ki, səsimizdən də artıq hiss edirsiniz. Burnu çəkməyimizdən də hiss edirsiniz. Hava çox soyuqdur, artıq havalar soyuyub. Burada isə ümumiyyətcə o hiss olunur. Və mən yavaş-yavaş yol almaq istəyirəm. Çəkiliş edəcəyimiz ailəyə, əgər sizin də xeyir işiniz varsa, toyunuz varsa, qeyd olunan nömrələrlə əlaqə saxlayırsınız və sevə-sevə gəlirəm, sizi çəkirəm. Və nəinki biz, bütün Azərbaycan buna şahid olacaq. Getdik, toy olacaq ünvana. Onu da qeyd edeyim ki, dostlar, bugün ciyər axşamıdır. Yəni toydan bir gün qabaq ciyər axşamı, sabah isə toy olacaq. Getdik. Dostlar, gəzə-gəzə gəlib çatdıq Qusarın Laza kəndinə. Toy var deyib gəldik həmin ünvana, həmin evə. Görürsünüz, artıq burada hazırlıqlar başlayıb və ən gözəl də bugün həyət toyundayıq. Mağar toyu olacaq Lazada. Görürsünüz, artıq hazırlıqlar başlayır və bugün bir Qazi qardaşımızın xeyir işindəyik. Gedək, daxil olaq içəri. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük. Gözünüz aydın olsun. Gəl. Deməli, siz xoş gəlmişsiniz. Salam Xalid bəy. Deməli, bu günləri bu Qazi balamızın Elmarın toy məclisinə gəlmişsiniz. Xoş gəlmişsiniz, safa gətirmişsiniz. Səni ürəkdən belə təbrik edirəm. Xoşbəxt olasan. Toy sahibi. Salam, xoş gördük atam. Xoş gördük. Gözünüz aydın olsun. Çox sağ olun. Allah razı olsun sizdən. Gəlmişsiniz, lap yaxşı eləmişsiniz. Mənim oğlumun... Yaxın gəl. Tamam, gəl. Oğlumun toydu bugün. Bugün, sabah, birisi gün, 3 gün, 4 gün olur. 3-4 gün maşallah gedir. Hele bu dünəndən başlıyor, böyle gedir toy. Baxın, ümumiyyətcə kənd yerinin, ucqar kəndlərin nəyini sevirəm. Burada xeyir iş başlatsa, toy başlatsa bir neçə gün davam edir. O deyir 7 gün, 7 gecə davam edir. Yəni adətən elə deyirlər. Ona görə buranı sevirəm. Bir gün qabaqçıdan hazırlıq, ciyər axşamı, nə bilim toydan sonra yenə qonaqlıq, yenə arası kəsilmir. Təki həmişə evimizdə, elimizdə, obamızda şənlik olsun. Amin, amin inşallah. Siz de gelmişsiniz, lap hoş gelmişsiniz gene de. Bu kendimize, bu sefalı yerlere hoş gelmişsiniz gene de. Toydu da hindi. Əminəm ki, gözəl keçəcək. Laza kəndi çox gözəldir, maşallah. Yəni, çox gözəldir. Mən buranı sevirəm. Mən dəfələrcə Xalid bəyin qonağı olmuşam. Xalid bəy, sizə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, yəni, Banu verilişi olaraq bizi dəvət elədiniz. Bizə xoş oldu. Çox sağ olun. Və sizin xətriniz həqiqətən mənim üçün əzizdir. Çox sağ olun, minnətdaram. Biz də sizi çox istəyirik. Bütün adına Space kanalının rəhbərliyinə təşəkkür edirik ki, gəlib çəkirsiniz. Bizə xoşdur. Deməli, belə gözəl insanlar olan bir kənd, mənzərəsi gözəl olan bir kəndin toyu necə olacaq? Əlbəttə ki, əla olacaq. Hazırlıqlar gedir. Gedir hazırlar. Neynəmişik, nələr eləmişik? Siz də gəlin, yaxın gəlin. Uzaqda niyə durubsuz? Ailənin nəyisiz? Ailenin büyüküyüm, bunun qohumuyam. Allah kimi gün olsun, Allah xoşbəxt etsin. İnşallah. İnşallah xoş gəlmişsiniz, gözümüz aydın olsun. Həmişə toylara gelirsiniz, xoş günlərə gelirsiniz. Allah razı olsun. Space kanalında çox sağ ol, xoş günlərə gelirsiniz həmişə ya Allah. İnşallah. Bu balacamız kimdir? Kardeşimin uşağıdır. Salam. Salam. Necəsən? Aşı. Aşısı, hə. Aşı. Adın nədir? Adım Səfər. Nədir adı? Zəfər. Hə, Zəfər. Ay Zəfər, neçə yaşın var idi? 5. Bugün kimin toydu? Amali. Deyən əmi, toyun mübarək. Toyun bale.
Ay, sənə qurban olarım, maşallah. O gün olsun ki, sənin üçün olsun. Yaxşı? Toy istəyirsən? Olsun. Gəlim səni çəkim. Onda bir dənə 5 ver. 5 ver. Hoppa. Getdi içəri. Hazırlıqlar başlayıb burada. Gəl ay bəy. Salam, xoş gördük. Yorulmayasınız. Həmişə iş başında, həmişə xoş günlərdə belə işləyib yorulasınız. Deməli, bu bayrağı Elmar müharibədən gətirib. Müharibədən, ikinci vətən müharibəsi. Görsən, dəcələ orada teşkilat Oranı. Elmar bəyimiz bu bayrağımızı müharibədən gətirib. Görürsünüz, o müharibənin izləri də var orada. Nə gözəl. Bir adətimiz də var. Kimin evində, bizim ləzgilərdə belə bir adətimiz var. Kimin evində toy olsa, kəlayağı, qırmızı kəlayağı mütləq olmalıdır evin damında. İndi onu da hazırlayıb qoyacaqlar. Bəy evinə aiddir o, yoxsa gəlin evinə? Bəy evinə toy var. Kimin evində Gəl toy anam. varsa... Gəl. Salam, xoş gördük. Siz də gəlin. Bibisidir. Bəyin bibisi. Xoş gördük. Yaxşı, siz necəsiz? Önlükdəsiz, yemək pişirirsiniz, hə? Gəlirəm, orada gəlirəm. Mətbəx hissəsinə də gələcəm. Sizin üçün qəşəng hədiyyələrimiz də var. Azdan çoxdan, o deyir, payımız olsun. Allah razı olsun. Çox sağ olun. Xoş gəlmisiniz, həmişə siz gələsiz. Həmişə belə şadlıqlarda, toylarda. İnşallah, ay Allah. Allah pis gün göstərməsin. Amin, inşallah, amin. Amin. Allah razı olsun. Mənə nə maraqlıdır? Bəli. Niyə kəlağayı məhz, yəni bəy evində asılır? Bizdə həmişə adətdir bəy evində. Onun bir, yəni səbəbi, bir mənası. Vallahi Yəni bilmirəm də çox yaşarsın ata-babalarımızdan çoxdan hələ olub da bizdə. Hər bir bölgənin özünə məxsus adəti, ənənəsi var. Burada da ən əsas adətlərdən biri odur ki, toydan bir gün qabaq toy evində, yəni bəy evində kəlağayı asılır evdən. O da birazdan asılacaq. Asılacaq, bəli, asılacaq. O da Mətbəxə deyəsən sən baxırsan. mən baxmıram, mən də qonaq gəlmişəm. Mətbəxə kim baxır? Mətbəxdə indi. Hardadır? Bu ocaqlar harda qalanıb? Burada gəl. Gəl getdik. Gedək biraz, o deyir, ocağımızı çəkək. Anam axşamın xeyir olsun. Xeyir can, xoş gəldin. Canım, Bu anası. necəsiz? Hə, bəyin anası. Gözünüz aydın olsun. Çox sağ ol can. Çox Axırıncı övladdır. Hə, Başın bağlayır, qazidir. siz bağlanır söhbət. Qazidir, hə. Allah kömək olsun. Sağ ol Şükür ki, can, salamat sizin gəlib. bağlar. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin Allah kömək olsun. Allah vətənimizi, millətimizi daim qorusun. Amin. Hə, axırıncı övladdır. Hə, Ərköyündür. hə, qazidir. Əməlci ərköyündür. Hə, can, hə. Tək həmişə xoş günlər olsun. Çox Həmişə sağ ol, bax üzünüz gülsün. Çox sağ ol. Həmişə hər kəsin bax üzü gülsün, üzündən, simasından o gülüş əksik olmasın. Bizim yeməklərimiz harda pişir? Hə, gəl getdik. Ocaqdadır anam. Nə hardadır? Yəni nə yeməyidir? Ocaqda. Hər şey var. Yox, ocaqda pişir. Qazdadır. Yox, ocaqda bir şey. Hə, qaz yox. Ay Allah. Qaz yoxdur. İlahi. Hə, gedirik. Gedirik. Deməli, ocaqda yeməklərimizi çəkməyə. Yəni, ocaq da adətən evin arxasında, yəni arxa hissəsində hazırlanır. Yeməklərimiz burada pişirilir. Maşallah, maşallah. Bərəkətli olsun. Ha. Göz haqqınızı halal edin. Təbii ki, biz bunu çəkirik, biz bunu çəkməliyik. Bugün deməli ciyər axşamıdır. Bəli, ciyər axşamı. Hər birinizi xoş gördük. Hoş gelmişsiniz. Ailənin nəyisiz? Bir-bir Ben emisiyim. təbrik elə. Hoş gelmişsiniz. Həmişə siz gələsiz. Mən də bu Elmar balamı təbrik edirəm. Xoşbəxt olsun. Yarayanlardan olsun. Allah xoşbəxt etsin. Amin. Siz nəyisiz ailənin? Mən aşpazam. Hə, nə gözəl. O əsas deyir hamının işi sizdən keçir də bugün burada. Bəli. Yorulmayasınız. siz. Arkadan Sağ ben ol. olandan sonra geçiyor. Bunun Ha, işi. yoxsa keçmir. Bu, niyə? Məndən sonra geçir. Tək işiniz avanda olsun. Siz Gezləsin. Ha, hə, yeznə. yeznə. Gözünüz aydın olsun. Çox sağ olun. Sizə bir göz aydınlığı verin. Çox sağ ol, mübarək olsun. Şah dağları uzakta var, bir vurqarı vatana var. Bir el olsun düşmey ağlar,
Deməli, bugün anam yeməkdə nə var? Bugün et pişiririk. Nə- Sousdur, Sous, aha, sous sousdur. həllik. Sonra dolma olacaq, aş olacaq. Nə dolması olacaq? Kələm dolması, Deməli, kələm dolması olacaq, salat soz olacaq. Bugün hamısı gecə ilə hazır qoyuruq. Bəli. Qoyulur. Bu sabah Bu üçündür. sabah üçündür hər şey. Hə. Bəs bu gün bəzən indi dəqiq bilmirəm, hər bölgənin yenə deyirəm, özünə xas adəti var da. Ciyər axşamında da süfrə açılır, yemək yeyilir. Bugün üçün nə olacaq? Bugün üçün sous Bugün olacaq. sousdur. Amma sabah bir-birindən hər ləzzətli şey, yeməklərimiz hər şey olacaq. olacaq. Amma ən gözəl də nədir? Ocaqda bişəcək. Həmişə ocaqlarınız yanar olsun. Çox sağ ol canım. Qazanlarınız Allah razı qaynar olsun. olsun. Çox sağ ol, Həmişə də bax bu Allah il razı olsun. toy səsi gəlir. Gələn il inşallah İnşallah, nəvə səsi gələr. nəvə səsi. Gözünüz aydın olsun. İndi yeməyimizi kim bişirir? Seni sevdiğimi ben hardan bileyim. Gel onu kalbimin gözünden soruş. Seni sevdiğimi ben hardan bileyim. Gel onu kalbimin gözünden soruş. Gölge tek arkanca süründüm her gün. Mene inanmırsan özünden soruş. Gölge tek arkanca süründüm her gün. Mene inanmırsan özünden soruş. Bugün buranın aşbazı sizsiniz. Sos hazırlayırsınız, elə mi? Bəli, bəli. Baxa bilərik. Gəlin bura, yaxın gəlin. Hə, sos. Yok, bugün buzbaşta sabah olacak sos. Hə, deyirəm də, ağzı açandan sonra gördüm yox, burada sos yoxdur. Sabah olacak. Hə, bugün menyuda, yəni Buzbaşdı. buzbaşdı. Bəli. Hə. Ləziz macerada öyrəşmişəm. Ləziz macerada öyrəşmişəm bu yeməkləri açıb elə verin mənə sızım. Hə, gəl. Baxın. Oh, toy yeməyi. Toy yeməyi başqa olur, dadı da başqa olur və ən gözəl də odur ki, ocaqda bişirilir. Ümumiyyətcə, xanımlarımızın yəni çox gözəl, əlinin duzu olur. Yəni hələ bu günə kimi elə bir mən xanım çəkməmişəm ki, yeməkləri dadsız olsun. Hamısının dadlı olur, ləzzətli olur. Amma ocaqda bişirilən yeməklərin dadı ləzzətli başqa olur, olur. Çox başqadır. ləzzətli olur. Siz indi təsəvvür eləmirsiniz. Ya təsəvvür eləyirsiniz, amma hiss eləyə bilməzsiniz. Buradakı o kənd qoxusu deyim, bilmirəm, samavarın qoxusu qarışıb yeməyə, yeməyin qoxusu qarışıb, nə bilim, başqa gözəl qoxulara çox fərqli, ləzzətlidir. Və bura gələnlər də bilir ki, Laza necə bir kənddir, yəni deməyə ehtiyac yoxdur. Laza kəndi. Biz həyətimizdəndir, qoyun. Hə, ay, deyirəm də, deyirəm. Alınma deyil də, hamısı kəsilmiş. Baxın, Qoşdur, bu ət. heyvandır. Ət alınmadır, hardandır, necədir, kim danışa bilər? Gəl bura, Yox, özümüzdür. gəl bura. Burada Hə. hamısı həyətimizdəndir. Bu bizim her şey bizim heyet malıdır. Üzüm saklayıram, üzüm otu, o birisinde her şeyi malımız da var, hayvanımız da var. Maşallah. Süt de var, Bərəkətli olsun. pendir de var, her şey üzümüzündür. Yağı, güzel. her şey üzümüzündür. Mağazada et almaq, ne bileyim elə şey yoktur. Təbii ki, buna görə də əziyyət çəkirsiniz. Niçin? Əziyyət çəkirsiniz. Yox Ha, necə? Yəni qışı, payızı var, qarı var, Ha, yağışı bəli, var. bəli, ha. Yəni bu mənada əziyyət çəkirsiniz, amma bəhrəsində görürsünüz. Ha, bəhrəsində görürük, satanı Həmişə sağlam olasınız. Həmişə üzümüz kesib üzümüz yeyirik. Başqa bazardan almıram bu əti. Hətta satırsınız da. Ha, Məsəl üçün, bax indi insanlar ola bilsin ki, istəyər, axtarır. Ha. Burada Lazada sizdə nə qoyun pendiridir, inək? İnek de var, koyun Ha. da var. 15 manata koyun pendiridir. 10 manata mal pendiri. Mal pendiridir. Sonra süd, yağ, başqa nələrsə satırsınız? Ha, süt de satırıq, qatıq da satırıq, süt de satırıq. Maşallah, Bu maşallah. Gələn adamlar üçün bizi Yayda zat gəlir, onlara satırlar, yumurta. Tək sizsiz, yoxsa burada ümumiyyətlə o satışı ilə məşğul? Satışda hamı satırlar da, hamı da var, hamı da satır. Yəni Lazaya gəlsəniz, həm istirahət eləyəcəksiniz, həm gəzmiş olacaqsınız, həm də burada həqiqətən şəhər cəmaatı axtarır. Kənd pendiri, kənd südü. Adi mənim anam belə, mən özüm belə, elə hamı axtarır. Ona görə də bura gələsi olsanız, hətta əli boş belə getməyəcəksiniz. Şidaqları
idroş, nasıl idroş. Xanım bəri gəlin görüm. Sizi xoş gördüm. Hoş gelmişsiniz. Necəsiz? Toylarda olasınız. Özünüzü təqdim edin. Adınız? Adım Gülşen. Gülşən xanım, ailənin nəyisiz? Ailen BBC'yen. Hə, onda siz bacısınız. Ben Mən də Zərişəm. Zərnişan xanım, Zərnişan, Gülşən. Maşallah gözəl adlarınız var. Görün nə gözəldir. Görün necə gözəl xanımlarımız var maşallah. Bütün gözümdə yoxdur. Allah eləməsin. Hə, indi nə iş görürük? İstəyirəm belə qolumu çırmalayım, kömək eləyəm. Nəyə kömək eləyə bilərəm? Allah sizə can sağlığı versin. Hər şey. Mağarımız artıq hazırdır. Hə, evimizin mağarı hazırdır. Mağar deyəndə ki, yəni biz mağar deyilik. Yəni həyət toyda, yəni hazırdır. Yeməkləri də gecə ilə hazırlayacaqsınız. Bəli. Deməli, sabaha nə olacaq? Sos, aş, salat, Dolma. Heç nə. Sabah həm toyumuz var, həm də yeyib içmək var. Yorulmayasınız onda. Mən deyirəm biraz çəkiliş eləyim. Burada, orada da samavar qalayıblar. Biri qalayır, biri içir. Gəlin bura. Burada da xanımımız var. Gəl. Səni xoş gördüm. Həmişə toylarda olasınız. Adınız necə? Aidə. Ayda xanım. Ailənin nəyi sayılırsınız? Mən bacısıyam. Elgarın bacısıyam. Elmarın BBC'yen. Hə, Elmar. Siz də maşallah. Neçə bacısınız? Bir dənə deyim bil. 7 bacı yox. Maşallah. Burada da hamı Hələ gəlməyib yox. Sabah gələcəklər. sabah gələcəklər. Biz Üçü ikimiz burdadır. gəlmişik. Hə, üçü burdadır. Allah sizə ömür versin. Sağ olun. Nə xoş ki, sizin kimi bibilər buradasınız. Həmişə toylara gələsiniz. Allah xoşbəxt eləsin bizim balamızı, cavan balalarımızı xoşbəxt eləsin. Amin. Sizin balalar necə? Mənim Evli balalarım damsı? bir qızım evlidir, 3 oğlum subaydır. Boy. Balacadılar, böyükdülər. Yox, böyüdülər. Ben niyə evlənmirlər? Qız, Allahım. Qismət Allahındır. Əlbəttə ki, hər işdə bir xeyir var, o qismətdir. Amma bu Mən neçənci elə dəfədir, neçənci anadır ki, eşidirəm ki, qız tapa bilmirik. Qız analar deyir ki, oğlan yoxdur. Hər belə doludur. Oğlan doludur. qız da doludur. Hə. Sadəcə olaraq bir-birlərinə bir tutmurlar bir-birlərinə. tutmaq söhbəti deyil. Necə deyirlər ona? Dək gəlmirlər. Həm də. Rast gəlmirlər bir-birlərinə. Həri. Yəqin ki, hərəsinin də qisməti, özünə görə qisməti var, olacaq. İnşallah. Allahdandır. Əlbəttə ki. Amma Amma toy olsa, toy olsa neynəyirsiniz? dəvətləyərək Ay, sağ ol. inşallah sizi. Təki toy olsun. Biz də gələk İnşallah, çəkək. İnşallah. İnşallah. Allah qismət eləsin. Sizdə necədir? Məndə 2 dənə qızdır. Biri evlidir, biri də subaydır. Bakıdadır. Hə. Biz Bakıdayıq, burada yox. Hə. Amma lazalısınız da. Hə, bura lazalısınız. Lazalıyam. Hə, ora gəldim. Nəsə bir gözlənilir qızımıza xeyir iş. Hələ yox. Kimdə yox. Yox. Deyir oxumaq, eləmi? Oxumur, yox. İşləmək. Hələ işləyir, hə. Yəni bir şey də o xanımlarımız var axı. Yox. Ailə həyatını qoyuram kənara, istəmək, sevmək, ərə getmək yoxdur, ancaq işləyim, bəli. İşləyir gözümdə doldu. İnşallah Allah gözəl qismət, bəxt, talih nəsib eləsin ki, biz də gəlib çəkərik. İnşallah sizsiz olmaz. Var olasınız. Çox sağ ol canım mənim. Gedin onlar da bir dənə şey ay Tural, mən səni Fəridlə qarışdırıram. Bizdə bir operatorumuz var idi, onda xətri əziz idi, ən az Tural qədər. Deməli, sənin bir suyunu Tural Fəridə oxşadıram. Düz o səndən biraz boyca balacaydı. Deməli, yol boyda ancaq Fərid. Tural ona görə üzüldü say, qurban sənə. Hə, samavarımızı qalayıblar. O deli yorğunluq çayıdır bu. Qusarın Laza kəndinin bir adəti var. Bura gəldim, burada öyrəndim ki, toy günü, toy evində, yəni əsasən bəy evində, evin damından belə bir kəlağayı asılır. Bunun səbəbini də soruşdum. Deyir, dədədən, babadan, ta əvvəllərdən bu gələn bir adətdir. Bəli. Deməli bu
qırmızı kəlayağı kimin evində toy varsa, o bildirilir ki, deməli bu evdə toy var. Bizim köhnə adət, ona ləzgi dilində tarix da deyirlər. Tarix deyirlər. O bayrağı da Azərbaycan bayrağı da Elmar balamız cəbhədən gətirib, müharibədən gətirib, kişi oğlu gətirib, burada halaldır. Nə deyəcəkdim? Deməli, qırmızı, ancaq qırmızı kəlağay olmalıdır, başqa rəng yox, ancaq qırmızı olmalıdır. Deməli ki, bura gəlsəniz, hansı evin damında qırmızı kəlağay gördünüz, bilin ki, həmin evdə xeyir iş var və həmişə də bütün evlərdə xeyir iş olsun. Aslında orada prosesləri gedir, bayağı əziyyət çəkirsiniz deyəsən. Bəyimiz də çıxıb dama, bəyimiz də kömək edir. Ay bəy, sən ehtiyatlı ol sabaha kimi, qadan qalım, özünü qoru. Nəsə dedi, ləzgi deyiniz, amma başa düşmədim o birisi. Hə, yorulmayasınız. Gedək biraz da bu mağarın için çəkək, görək, o necə hazırlanır, burada necədir. Belə deyək də, burada necə dekorasiya olunur. Deyirəm ki, hava qaralmamış, bacardığımız qədər çəkilişlərimizi eləyək. Toy mağarımız da artıq qurulub, görürsünüz. İçəri daxil olaq və burada saat 7-də bütün kənd cəmaatı yığışacaq bir araya və məsləhətləşmə olacaq. Sabah, yəni toyda kim hansı işi görəcək, kim hansı işin qulpundan yapışacaq. Təbii ki, o prosesi də, o söhbəti də sizlə çəkəcək. İndi isə daxil olaq mağara. Şirin, ay gözəl, salam. Salam. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Ailənin nəyisiz? Xalayım. Xalasısa, göz aydınlığı verin. Çox sağ ol. Həmişə toyun mübarək olsun. Baxtlı xıray, xoşbəxt xıray. Ləzgi dilində danışın, Laza dili. Vaxazni vaxana deyin bizim xərar mübarək xıray. Gilə ihtiyin xıtılırız nixtiqin şadqar xıray. İndi mən başa düşmədim nə deyir, amma mən də təbrik eləyirəm və bu xoş sözlərə qoşulurum. Maşallah buna baxın, nə şirindir, nə şirindir. Allah saxlasın. Gəl, mağara gəl. Oy, gəl, bu da bizim mağarımız. Təxminən, anam gəl bəri, təxminən neçə nəfər qonağımız var? Sonra bir də keçsin xanım. Təxminən neçə nəfər qonağımız var? 150-200 nəfər. Hə, 150-200 nəfərlik. Yəqin ki, burada məsəl üçün də necədir? Məsəl üçün, yeyib duracaqlar, sonra növbət. Duracaqlar, hə, ayrı-ayrı da. Bir partiya gəlir, yeyib duracaqlar, ikinci partiya gələcək. Hələ. Bəs bu çalğı zadarda olacaq? Çalğı çöldə, həyətdə. Ay Allah, nə gözəl. İndi mənə nə maraqlıdır? Sabaha kimi ürəyim partlayacaq deyə soruşuram, yoxsa partlayar. Burada ən çox hansı musiqilər olacaq? Yəni ki, ləzgi, hamısı, ləzgi, Azərbaycanlı ləzgi, hər şey, hər musiqidən olacaq. Nə gözəl oynamaq olacaq inşallah. Amma qabaq-qabaq oynayırıq sizinlə bir dənə. Yaxşı, belə. Hə, deməli, Sabah onsuz da daha yaxından bunları buranı sizin üçün çəkəcəm. Sadəcə olaraq, deyəsən hələ ki bir hissəsi hazırlanıb. Bu günlük olan hissədir. Hə, bugün, yəni ciyər axşamına hazırlanan süfrədir. Sabah da toy süfrəsi amma başqa olacaq da, belə olmayacaq. Hə, başqa cür olacaq. Heç nə əzizim. Gedək biz də bir stəkan çayımızı içək, yoldan gəlmişik. Ondan sonra oturacağıq, burada məsləhətləşmə prosesləri gedəcək. Birazdan kənd cəmaatı yığışacaq bura.
Banu verilişi bugün Qusarın Laza kəndindədir və çəkilişlərimiz davam edir. Həmişə aydınlıqda olasan, qardaş. Getdik. Bakışına vurulmuşam, duruşuna vurulmuşam, yerisine vurulmuşam, güzel Ayşe. Bakışına vurulmuşam, duruşuna vurulmuşam, gülüşüne vurulmuşam, ben güzel Ayşe. Bir güneşlirirsin seni, kulaklarını baldır seni, yüreğini baldır seni. Bu tərəflərin ən sevdiyim çörəyi var. Xərək çörəyi deyilir. Maşallah elə bayaq kənardan gördüm. Bu buranın, yəni Qusar cəmaatının bişirdiyi çörəkdir. Xərək çörəyi. Xərək çörəyi, yəni ləzgi çörəyi gedir. Və bu çörəyi bildiyim qədərlə bir 10 günə yaxın saxlamaq olur. Bəli, bəli. Düzdür? Marzelkada saxlayır. Soyuducuda saxlamaq olur da. Bir çox çörəyi yəni saxlamaq olmur, amma bunu 10 gün, 2 həftə saxlamaq olur. Səbəb? Buna maya əlavə olunur. Maya əlavə olunur, ancaq marzelka soyuducuda saxlayanda sabah çıxardırsan, bax bu belə yumşaq olur. Heç nə olmur. Bərəkətli olsun. Qəşəng siz bunu qəşəng pendirlə də yeyərəm. Gözləm. Birazdan pendirlə mən yeyərəm. Yox, ehtiyac yoxdur. Çox sağ olun əzizim, çox sağ olun. Bərəkətli olsun. Həmişə xoş günlərimizə gələr. Amma birazdan onu pendirlə yeməyə nə deyirsən Tural? Hə? Xərək çörəyidir. İnşallah. Bəs bunlar nədir? Mənim Kartofdur. Pişirmiş. Paytaxt salatı üçün belə bişirmisiniz. Belə nəyə görə belə sərmisiniz? Bunu pişirib biraz soyudub, sonra da soyudub. Mən elə bildim suyu çəkilsin deyə. Baba, bu balacanı niyə ağladırsınız? Bu balacanı niyə ağladırsınız? Gəl görün bura. Gəl görün bura. Gəldi. Adın nədir sənin? Amur. Nə? Adın nədir? Sabrina. Sabrina. Ay Səbişim, sən niyə ağlayırsan? Kim istəyirsən? Anne istiyor. O şeyini bu bunu oynarım. Əl ilə ora, əl ilə, bil ilə. Əl ilə. Ora ilə, əl ilə. Bax, bil ilə. Əl ilə. Sabrina, bil ilə. Benim güzel Ayşe, bir güneştirirsin seni, dudaklarını baldır seni, bir baldır seni. Benim güzel Ayşe, benim şirin Ayşe. Gəldik əsas məsələyə, toyun əsas hissəsinə. Gəlin cəhizləri. İçəri daxil olaq. O şarı qızım, şarı böcəyim. Xoş gördük. Çox sağ ol, Gəsən çox sağ ol. bir dənə, nə olarsan. Necəsən? Lap yaxşıdır bala. Yaxşı olasan. Gözün aydın olsun. Çox sağ ol can bala. Göz aydınlığı ver. Təbrik elə. Çox Bayaq sağ ol, deyirdin, çox sağ ol ləzgilində. can bala. Allah kimek olsun. Çox sağ ol. Can sağ xıy, balarıq ilel qadim xıy. Allah rizi xıy. Dünya dedi rəhim çıxıy. İnzı sas qızıva neveni. Yeke çıkar ka xatna. Xtana çaz inşad val axku. Jimrad mətləbi can bala. Amin deyirəm. Düzdür, ləzgi dilini də bilmirəm, amma sizin dili bilmirəm, amma bilirəm ki, əminəm ki, anamız xoş sözlər dedi. Mən də ona görə amin deyirəm. Sağ ol anam. Allah səni qorusun. Çox sağ ol canım, çox sağ ol. Can, əllərə bax, nə gözəl. Allah səni ağbirçəlikdən əksik eləməsin. Həmişə var olasan. İndi getdik. Cehiz, gəlin cehiz. Hə. Bunlar gördüyünüz mebellər təzə gəlinimizin cehizləridir. Maşallah, qəşəng də zövqü var. Gəlin də lazalıdır. Gəl bura. Gəl bura, gəl. Hə. Qubalıdır. Hə, deməli qubalıdır. Gəl bura. Ya Allah, Allah xoşbəxt eləsin. Oğullu qızlı olsun. Çox sağ ol can. Maşallah, maşallah. Çox gözəldir. Gəlinivin çox gözəl zövqü var. Hə.
Özdə baxırsan elə ucuz mebellər də deyil ha. Mübarək eləsin. Ucuz da deyil. Maşallah Çox olsun. sağ ol. Allah kömək olsun. İnşallah. Bizim balalar xoşbəxt eləsin. Amin. Amin. Dünyada nə yaxşı varsa onlara olsun, qismət olsun. Maşallah, yox, gəlinimiz ümumiyyətcə çəkdiyim gəlinlərimin hamısı demək olar ki, ceyizlərinə baxıram, sağlıqlarına qismət, hamısı zövqlüdür, gözəldir, rənglərin gözəl seçirlər. Gör necə zövqlüdür, hə, çox gözəldir, maşallah olsun. Oldu. Nə gözəl. Burada da sobası, toz soranı, burada da hə, servizləri. Servisləri, hə. Nə gözəl, əla. Bu yeməyin mənbəyini tapmışıq, mənbəyini. Deməli, bayaq o yemək hissəsində çəkiliş eləyəndə qaçıb gizləniblər bura. Bilirlər hara gəlmək lazımdır. Mənbə buradır. Yorulmayasınız əzizlərim. Həmişə iş başında, həmişə xeyir işdə. Deməli, bu evin ətidir də, yəni heyvanıdır. Bu da hazırlıqdır. Bir də gələm yanına. Hə, onu da at kənara. Onu sakitcə at kənara. Neyse. Xoş gördük. Gözünüz aydın olsun. Çox sağ olunuz, çox sağ olunuz. Həmişə belə günlərə gələsiniz. Bizə də xoşdur xanım. Əla. Deməli, bəyin dayısısınız. Bəli. Bəli. Hə, biraz danışın, məlumat verin. İndi bura et. Ne kabapçılardır. Et doğruyorlar. Sabaha hazırlıqdır. Sabaha hazırlıqdır, bəli. Yavaş yavaş bura sabaha hazırlıqdır. İndi o tərəfdə var. Orada mal şey var. O hardadır, onu görməmişəm. Var da onu. Gizlin yerlər var burada. Ha da şeydə bu necə deyirlər? Ha, gizlindir. Hamısı belə göstərməklə olmur da cemaatda. Əlbəttə ki. Ha, burada nə qədər var, bunu yumaq lazım sabahları. Elə olmur da. Var doyunca var onlar. Ya cemaat bilmir ki, bura toy evidir. Yəni toyda zaten. Yiyecəklər, içəcəklər, hamısı kef eləyəcəklər. Doyunca verəcəklər. Söhbət onda deyil. Var, hamısı var. Normaldır, əladır. Ancaq əla. Siz də gəlməyinə var ha. De buradandır. Əla. Super gəlmişsiniz. Əla gününüz olsun. İnanın ki, bizə də xoş oldu. Məni ümumiyyətcə ləzzət elədi ki, Laza toyu gördüm mən. Özdə həyət toyu ha. Bildiyiniz həyət toyu. Hə, ay sağ ol. Siz də bu həyət əla gəlmişsiniz. Super gəlmişsiniz. Tam yerinə düşdü, burada deyilir. Təşəkkür edirəm. Şərait deyəndə şərait biraz çətin deyə var. Bu qolluq da yağış olsa, nə bilim, payız vaxtıdır. Yağış hər an gözlənilir. Qar yağa bilər. Oqtay, qar yağa bilməz bu vaxtı. Deyə bilməm. Əgər biraz yağış yağsa, bir saata yağış yağsa, birazdan qardır. Doğrudan deyirsiniz. Oktyabrda artıq, yəni qar yağma ehtimalı 100%, bəli. Ha, sağ ol, ha. Elədir. Ha, o var ya. Maşallah. Bunlar hazırlık sabaha. Eğer biraz azca olsa, 1, 2, 3 var da orada kesip. Var. Taraf. Bərəkətli olsun. Təki həmişə bol olsun. Hədə o baxır sizin qonağınıza. Məsəl üçün bu günü var, sabahı var, o birisi günü var. Yəni davam edir də toy adətən. Eğer 5 olmasa, ardınca var da kesip yani var da ardınca var. Əla. Burada yoktu. Burada da hamısı ayrılır. Yoktu. Və orada ayrılıb bu qaraciyərdir, nə bilim ağciyərdir, nədir. İndi bunlar da içalat olacaq da. Onlar kababçı, kababa ha. De kaburga orada Kebab pişirən kim olacaq kebabı? Bu kababçılardır ikisi. Hə, ikiniz də pişirəsiz də. Kebab olacaq. Hamısı quyruq de. Quyruq kebab olacaq da yəqin ki. Hə. Bir zəhmət. Özə onu qəşəng qızardırlar, belə qıpqırmızı eləyirlər. Ne gider? Bir şiş quyruğu qəşəng qızardırsan, qıpqırmızı qızardırsan, xərək çörəyinin içinə belə. Qaynar xərəkdə çörək var. Belə şişəm o yana bu yana.
Ne gider ha. Oh, sabah sizdən gözləyirik o performansı. Allah qoysun. İnşallah. Sağ olun. Yorulmayasınız bir daha. Sabahları var ha. Saat 11-12 arası buraya geliyoruz. Səhər başlayacaq. Hem de üstü saat 5'te gel, 3'te gel. Yo, niyə 5-də gəlir? Nə vaxt başladı, onda gələcəm. Quyruğu yeyib qutaracaqlar, mənə qalmayacaq. Bay. Onlar geçsin he, söhbət etməyək. Siz gidiyorsunuz. Ayo, biz də getməliyik də, gəlin gətirdiyə bəsnə. Gideceksiniz. Hardadır gəlin? Gəlinimiz hardadır? Obanın, Kendi hansı? obanın Sünnet kazmalar kendinde. Obanın sünnet kazmaları. Olsun. Təkləşdən Tək olsun. Tək ki, gəlin gətirək. Uzaq olsun, yaxın olsun, tək ki, gəlin gətirək. Getdik. Yorulmayasınız. Bəyin bacısını güclə tutmuşuq da, güclə tutmuşuq. Hər vaxtın xeyir olsun. Adı necədir? Zümrüt. Zümrüt xanım, gözün aydın olsun. Çox sağ ol. Evin balacasında başını bağladınız. Göz aydınlığı ver görüm. Allah xoşbəxt etsin qardaşım. Siz də xoş gəlmisiniz. Xoş gördük. Bu çaylar kimədir? Sizə xoş olsun. Bək bizə idi. Deyəsən harasa aparırdınız, burası əlindən. Hə? Çox sağ ol. Tural, səndən mənim üçündür. Bir dənə çay çək, keçək samavar çay çək. Ondan sonra çəkilişimize davam edək. Toydan öncə ciyər axşamı olur və burada da o adət var. Sadəcə olaraq burada nə mənə maraqlı gəldi? Gəlirlər ciyər axşamında bitkə yeməklərini yeyirlər, çaylarını içirlər. Ondan sonra əsas məqsəd var burada. Deməli, burada bütün kənd cəmaatı yığışır bu mağara. Həriyə bir iş verilir, düzdür? Bəli. Burada bu akşam ciger akşamıdır. Lezze kendinin cemaati çağırıblar hamısını. Burada iş olanlar iş olur. Sabah öbürsü iştirak edenler de olur. İşleyenler işleyecekler. Kalanları toyda işleyecekler. Nə gözəl deyə, yəni ki, bu kənddə toy oldusa, bütün kənd cəmaatı birləşir, kömək edir. Sənin əlində də siyahı görürəm. Nə siyahısıdır? Adın necə oldu? Adım Muxtardır. Aha. Nə siyahısıdır? Bu işləyənlər hərinin üz işini... Deməli, bu siyahı buradakı bu kənd cəmaatının adıdır. Yəni kim nə işlə məşğul olacaq? Onların adlarını deyəcək bir-bir. Səhərə hazırlıqdır. Deməli, kənd cəmaatı yığışıb mağara. Təbii ki, bir qismidir. Buradan elan veriləcək. Ay falan kəs, sən sabah falan işi görəsən. Sən falan işi görəsən. Mənə də deyərsən ki, ay sən də danışarsan. Yaxşı. Deyək görə ki, maraqlı gəldi mənə. Necə olur? İndi belə də, indi Lezze kendine biz hoş gelmişiz. Həmişə bu günə qismət olaq. Birinci, bu sabahki işleyen uşaqlar üçün, adamlar üçün hamısının işini deyək da, yavaş ya Allah. Deyil, başlayın. Obşi nəzarətçi Zeynal. Deməli, ümumi nəzarətçi Zeynal. Bəli. Hanı Zeynal? Əmisi idi. Zeynal bəy. Ümumi nəzarətçimiz. Toyun ümumi nəzarətçisi. Daha sonra. Yox, qonaq qarşılayan Fərhad, İslam, Xalid müəllim. Deməli, qonaq qarşılayanlar. Bəli, qonaq qarşılayan. Sonra. Sonra ofisiant, nəzarətçilər Terlan Qalib. Rail. Hamı buradadır. Bəli, Ramin, Salih, Valih, Arsen, Namik, Murad, Natiq, Kamran, Seyfullah, Feyruz, Muxtar, Qaqaş.
Bunlar kimlər idi? Ofisiantlar. Hə, kömək eləyəcəklər, hə, cəmaata, kənd cəmaatına, yəni toya gələnlərə qulluq eləyəcəklər. Bəli, bəli. Aha, maşallah onlar çoxdur. Sonra çayçımız da var burada. Çayçı, bəli, bəli. Kiçi bəy namaz. Aha. Çayçımız Kiçi bəy namaz. Bəli, 2 nəfər. Hamı eşidir. Hamının başı yeməyə qarışıb. Hə, hamının başı qarışıb. Bəsdən danış biraz. Sonra Tamada Muxtar Elvan. Tamadamız anı? Tamadımız Elvan. Biriniz də mən. Aha. Hə, biz də siz. Hə. Et ambarda olanlar Yunus, Sala, İmran, sonra Bayaq çəkdiklərim var. bəli, bəli, bəli. Sonra Bəli, qəssablar Hüseyin Bala, Telman. oradadılar. Aha. Mənəm buradayım. Bu da bizim siyahımız. Nə maraqlıdır həqiqətən. Kənd cəmaatı. Bəy gəlində sabah elan eləyərik. Hə, böyük qardaş, bilirəm, birinci o qarşıladı da bizi. Hə. Bu büyük kardeşdi ha. Hə. Yo, indi gecdir, sabah olacaq. Deməli, hər yerin yenə qeyd edirəm, öz adəti, öz ənənəsi var. Burada da, yəni kənd cəmaatı toyda nə iş görəcək, nə edəcək, siyaha tutulub, beləcə elan olunur. Düzdür, indi mikrofona danışdı deyən elə çox eşitmədilər. Bu problem olmayacaq sonra. Hamı bilir də işini. Əvvəlcədən deyilib, hamı öz işini bilir. Hə, nə gözəl. Xanımlar üçün var da. İndi Bu xanımlar üçün də verin. Hə, xanımlar üçün gedərik. Razısınız siyahadan? Axırda da razılıq alınır ki, siyahadan görək razıdırlar ya yox. hamımızın canı sağ eləsin, hamımız kömək eləyin. Qəşəng yeyin. Belə güclü, qüvvətli. Sabah hamı əl birliyindən başlayırıq köməyə. Yorulmayasınız. Bəli, bizlə bir yerdə. Məni unutmayın. İndi isə keçirik qadın mağarına, xanımların mağarına. Onların da burada öz işi var. Onu isə mən elan edəcəm. Getdik. Burada başqa bir aləm var imişik. Kişilər üçün orada. Xoş gördük. Can. Allah saxlasın sizləri. Dayan, çəkmə. Artıq çəkdi, artıq getdi. Burada da xanımlar üçün belə bir mağar qurulub. Burada da yeyib içməkdir. Məsləhət yeri. Hə. Bugün məsləhətlikdir. Bugün məsləhətlikdir. Məsləhət eləyir. Ayaqüstülər seçilir. Hələnçi işlər də. Hə. Kişilərinkin dedi, indi xanımlarınkin deyil. Bilirsiniz? Hamı öz işin bəs nə? Deməli, çörək pişirən Elmira, Reyhan, Sevinç. Buradasınız. Bu əsas şey. Hə, yəqin ucu çörəkdədirlər. Hə. Qab yuyan Xalidə, Həlimə, Südabə. Buradadır. İkisi buradadır. Hə, deyin, bəsdir. Stəkan yuyan Zina. Hə, Zina, bir də Səbinə. Buradadır. Əsas odur buradadır. Yemək verən ən gözəl iş onun işidir, inanırsınız. Oradan qaba çəkəcək, oradan yiyəcək. Ən gözəl, bax, o kimdir? Yemək verən Səidə, Gülxarə, Gülnarə. Hə, dördüncü də mən Amaysel, gəlirəm yanımıza. Ən gözəl iş odur. Çay verən Gülnabat, Ramalə. Buradadır. Hə, əla. Daha sonra salat. Sevin, salata aiddir. Sevinç, Səbinə, Marina, Elnaz, Rina, Göyçək. Buradadır hamı. Əla. Bu toyumuzun siyahısıdır. Kişilər üçün də, qadınlar üçün də kim nə işlə məşğul olacaq. Hamı sabah bir nəfər kimi iş başına. Mən o dördüncü o yemək paylayan var, yemək verən. Gələcəm yanınıza. Hə, burada da yeməkləri yeyirlər. Sabah o güc-qüvvət toplayırlar da. Yorulmayasınız, sabah üçün deyirəm. İşiniz avand olsun. Təki həmişə evinizdə, eşinizdə toy büsad olsun. Yəqin ki, subaylar var, subaylarınız var. Varmı? Toy eləyəndə çağırın. Toy eləyəndə çağırasınız. Hə? Mən qutardım.
Burada bir-iki nəfər qalır. Hə, deyirəm də nəsə qalıbdı. Povurun köməkçiləri. Hə, aşpaz köməkçisi kim olacaq? Şahnaz xanımla. Şahnaz və Elmira xanım. Buradadır da yəqin ki. Şahnaz xanım Hə, buradadır. maşallah sizin də işiniz yaxşıdır. Arada sizə də baş çəkəcəm ha. Yaxşı? Hə, nə bişirəsiz sabah? Nə bişirəsən? O sabah tanıyacaq. Və indidən bayaq mən bilirəm. Mən səndən qabaq bilirəm. Hə, mən bilmirəm sabah. Niyə bilmirsən? Deyirəm. Dolma, aş, buzbaş, şiş, boğlama. Neçədən burdasan? Səhər neçədən burdasan? Hər 8-dən lap 7-dən. Hə, səhər 8-dən. Hə, heç nə. Səhər tezdən oyanacağam, yanındayam. Köməkli bişirərik yeməklərimizi. Hamınıza nuş olsun. Bax, belə tamaşaçılar, ciyər axşamı davam edir. Düzdür, mən yekunlaşdırmalıyam. Amma davam edir. Orada qonşular, qohumlar, qonaqlar, dəvət olunan hər bir kəs mağarada oturub yeyir. Yəni, belə deyək də, ciyər axşamına davam edir. Amma biz burada sağollaşırıq. Sabah inşallah toyda görüşəcəyik. Elə bilirdin bitdi? Yox! Qiymətləri ürəklə bölməyə davam et. Endirimli məhsulları ilkin ödənişsiz, faizsiz, komissiyasız, düz 24 aylıq kreditə bölmə imkanı səni gözləyir. Bəs sən nə gözləyirsən? 24-28 aprel tarixlərində bir marketə gəl və ürəklə alış-veriş et. Nar sərf edir. Niyə mən saç boyası seçimdən əminəm? Garnier Color Naturals ilə mən hamısını birdən əldə edirəm. 5 bəsləyici yağ ilə, dərindən qidalandırma və Color Boost texnologiyası ilə davamlı dolğun rəng. Garnier Color Naturals. Rəngə əminlik, özünə əminlik. Qəbizlik elə əziyyətli olur ki, mən Regulax damcı qəbul edirəm. Bu, qəbizliyə qarşı sınanmış vasitədir. Regulax, qəbizlik zamanı fərdi dozalanma və tənzimlənən təsir. Gecə qəbul edilir. Təlimatlara əsasən 10 saat sonra səhər yumşaq və komfortlu təsiri başlayır. Regulax damcı, bağırsaqlara dəstək, Almaniya istehsalı. Nescafe Gold öz zəngin dadını və dolğun ətrini dəyərli anlar üçün bəxş edir ki, gününüz zövqlə davam etsin. Nescafe Gold, dəyərli anları sən yaradırsan. Box. Fasilə ver. Break. Fasilə varsa KitKat var. Grand Prix biletləri qazanma şansı əldə edin. Nar sərf edir. Adyal var, Lays var, bəs chips qurtarsa nə olacaq? Yenisini kim gətirəcək? Alo. Mətbəxdən Lays gətir. Bu da sizin Lays. Daha çoxdan, daha parlaq təəssürat. Nar sərf edir. Çay içək. İçənlə içək. Berqa çayının möhtəşəm ətri Ülker ləzzəti ilə birləşdi. Berqa və Ülkerlə isti və xoş anlar.
efor sərf edir. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, oynaya-oynaya deyib gülə-gülə gəldik, çatdıq Qubanın Küsnət Qazma kəndinə. Gəlinimizin arxasıca gəlmişik. Qusarın Laza kəndindən bura gəlmişik. Hardasa minimum saat yarımlıq yoldur, belə deyərdim. Yəni, biraz uzaq oldu. Amma əminəm ki, gəlməyimizə dəydi. Gördüyünüz kimi qonaqlarımız hamısı gəlibdi. Əksəriyyəti gəlibdi. Qız dalınca, yəni gəlin dalınca, gəlinimizin dalınca gələn qonaqlarımızdır. İndi isə avtomobil gözləyirik. Çünki evi dəqiq tanımırıq. Gedək, biraz da qız evdə çəkiş eləyəcəyik. Buranın təbiəti adamı elə oynadır, rəqs elətdirir. Buranın təbiəti, mənzərəsi mükəmməldir də. Buranı bir başqa sevirəm. Mahnı necə sümüyümüzə düşübsə yolun ortasında elə oynayırıq. Yəni sağımıza solumuza baxaq, heç olmasa avtomobil bizi bitər eləməsin. Buradasınız, salam, xoş gördük. Bəlkə isti-isti buradan başlayağın. Bax, əsl, canlı-canlı, elə yolun ortasında, Küsnət Qazma kəndinin girəcəyində. Elə isti-isti, burada zurna, balaban. Getdi. Bir tuş. Bəli, əziz dostlar, biz bugün Qusarın Laza kəndində xeyir işləyik. Gəlmişik gəlinimizi Qubanın Küsnət Qazma kəndindən aparmağa. Maşın. Avtomobillərə konkret yol vermirik. Gəlin siz də oynayın, gəlin. Hamını oynamağa dəvət eləyirik. Çox sağ olun, əliniz qolunuz var olsun. Çox sağ ol, çox sağ ol. Xoş gəlmisiniz. Həmişə xoş günlərdə görüşək. Qonaqlarımız yavaş-yavaş, qonaqlar hamısı gəldi.
əhvalımız yaman düzəldi, düzəldi. Toydur, toydur, toydur bugün, eğlensin konaklar. Hamı bugün arzu desin, dile gelsin arzular. Toydur, toydur, toydur bugün, sevinsin konaklar. Hamı deyin gülsün bugün, olsun belə hoşlanlar. Bugün birgə sevinirik. Nəhayət ki, gəldik, çatdıq. Xoş gəlmişik. Həmişə bütün evdə, bacada, qapınızda belə xeyir iş olsun, gözünüz aydın olsun. Evin nəyisiz? Evin Ailənin. oğlan bacımın yoldaşı. Hə, bacınızın yolaşı. Atasıyam. Hə, gəlinimizin atası, gözünüz aydın olsun. Allah xoşbəxt eləsin. Gelen qədəmləriniz var olsun. Həmişə siz gələsiniz. Bütün balalarımızı Allah xoşbəxt etsin. Onlarla bir yerdə bizim balalarımız, dünyamız əmin aman olsun. Şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimiz can sağlığı versin. Amin, amin. Maşallah, Quba, Qusar, yəni bu tərəfləri sevirəm, çox gözəldir. Mənzərəsi, havası, insanlara. Bu kənd isə bir başqa gözəl imiş, nə gözəl kənd imiş. Siz də çox gözəl. Xoş gördük bir daha. Salam. Hoş gelmişsiniz. Siz ailənin nəyisiz? Ailenin qohumuyum. Qohumu. Gözünüz aydın olsun. Allah xoşbəxt etsin, oğlu qızı olsunlar. Neçə belə toy olsun, sibayla hoş olsun. Bəh, bəh, bəh. Salam, xoş gördük. Ailənin Allah mübarək eləsin. Gəlinin babası. Allah mübarək eləsin. Xoşbəxt olsun. Amin, amin. Gözünüz aydın olsun. Gedirik. Aha. Gəl bəri. Sizi xoş gördük. Həmişə toylarda olasınız. Şad günlərdə İnşallah. olasınız. Allah xoşbəxt eləsin. Mən bu ailəni 16 ildir tanıyıram. Bunların qonağıyam, şəhərdə oluram. Yəni indi toya dəvət eləyiblər. Bir həftə qabaq Yaxşı eləyiblər. Bir həftə əvvəlcədən. Tək həmişə toya gələk. Amin. Allah onları xoşbəxt eləsin. Onlara arzu eləyirəm ki, həyatda nə ürəklər istəyir, o arzularına çatsınlar. Amin, amin. Şad, xoşbəxt yaşasınlar. Mən bir də Adgözəl qardaşı Sadət xanımı təbrik edirəm. Gözləri aydın olsun. Balaları xoşbəxt olsun. Bütün subaylar üçün olsun. Elmar bəy, Selcan xanım. Onları ürəkdən təbrik edirəm. Selcan xanımla Elmar bəy. Ürəkdən təbrik edirəm. Onlara böyük, çox belə necə deyim, o xoşbəxtlik arzu edirəm Allahdan onlara. Allah onları xoşbəxt eləsin. Amin deyək. Amin. Bütün subaylar üçün. Sizi də xoş gördük. Görürsünüz, sağ olun. Allah kardeşimin balasını xoşbəxt eləsin. Yarayanlardan olsun. Ailənin nəyisiz? Bacısıyam. Hə, bacısısınız. Allah ömür versin. Çox sağ olun, minnətdaram. Allah bəxtəvər balalardan olsun. Bütün Azərbaycanımız bu şən günləri görsün. Ya ilahe Allah. Amin. Peki bundan sonra xoş günlər görək. Nənəm salam. Xoş gördük. Hoş gəlmişsiniz. Ailənin nəyisiz? Nənəsi sayılıram. Hə, gəlinimizin nənəsi sayılır. Mübarəkdir. Allah xoşbəxt eyləsin. Oğullu, qızlı olsunlar. Rozu bərəkətli olsunlar. Amin. Gəlinimizin evinə nəhayət ki gəldik. Hanı bizim gəlinimiz? Ay sizi xoş gördük. Hoş gəlmisiniz. Təbrik edirik. Gözünüz aydın olsun. Həmişə toylarda olasınız. Ailənin Subaylarınızdan nəyisiz? görəsiniz. Əmisi yoldaşıyam. Maşallah ömür versin. Sağ olun. Gözünüz aydın olsun. Sağ olun. Çox sağ olun. Xoş gördük. Hoş gəlmisiniz. Necəsiz? Yaxşıyıq, çox sağ olun. Maşallah. Hamının üzündə bax, sevgi var, gülüş var. Həmişə belə güləsiz. Ürəyiniz, gözünüz həmişə belə gülsün. Həmişə də xoş günlərdə görüşək. Ay ilahi, Gözünüz aydın amin. olsun. Sağ olun, sağ ol. Qardaşımın nəvəsidir, xoşbəxt olsun. Ən gözəl günləri arzulayıram. Gələnlərə də, qohumlara da, atasına da, anasına da can sağlığı verin. Gəlinimizin atasını gördüm. Anası hanı? Anası buradaymış. Ay, maşallah. Adınız? Səadət. Səadət xanım. Həmişə səadətdə olasınız. Sağ ol, çox sağ ol. Gözünüz aydın olsun. Çox sağ ol. Baylarınızdan görəsiz. İnşallah. Neçə övlad var? 2.
İkisi qızdır. Bir qız, bir oğlan. Oğlunuz subayda, evlidir. Subay. Neçə yaşı var? 24'e keçir. Evlənmək fikri var? Var. Var fikri? Nişan zad olur? İnşallah yok. Hə, istədiyi zad var da belə də yəni. Hə, inşallah nə vaxtda fikirləşirsiniz qızdan sonra? 2 ilə 3 ilə belə. 2-3 ilə inşallah sağlıq olsun. Allah mənə sağlam can versin, gəlib çəkərəm. İnşallah, inşallah. Pəki xoş günlərinizi çəkim mən. Mənə xoş olar. Gözün aydın olsun. Çok sağ ol. Sizin balalarımız üçün olsun. Aparan kız da xoşbəxt olsun giden yerde. Çok şirinsiniz, sağolunuz. Bu kəndə həmişə belə toylara gələsiniz. Amin, amin. Təki deyir oğlanlarımızın, qızlarımızın xoş günlərinə gələk. Təbii ki, bugün həm biz çəkiliş eləyirik, həm də toy çəkilişimiz var. İndi bir-birimizə burada müsahidə eləyirik də, icazə verməliyik bir-birimizə. Xoş gördük səni, gəlin. Xoş gördük. Necəsən? Siz yaxşımısınız, necəsiz? Biz də yaxşıyıq. Sən ümumiyyətcə bugün yaxşı olmalısan, siz yaxşısınızsa, təbii ki, biz də yaxşı olmalıyıq. Gözün aydın olsun, quzum. Təbrik edirəm. Həmişə xoşbəxt olasın. Sağ olun, çox sağ olun. Mənə bir şey maraqlıdır. Bəyimizdən soruşacağam, onu ayrıca çəkəcəm sorğu-suala bir yerdə. Bəyimizlə nətər tanış olmusunuz? Qurban olum. Qusarın lazası, Qubanın küsnət qazması. Belə baxanda deyirlər yaxındır. Amma bir minimum saat yarımlıq biz yol gəldik. Amma gəlinimizi görəndən sonra dedim elə bu yol gəlməyə dəyərmiş. Necə tanış olmusan? Hardan bir-birinizi tapmısınız, tapışmısınız? Utanma. Gəlir. Qohumluq idi. Qohumluq idi. Bəs mənə dedilər ki, axı belə görmüsüz, sevmisiniz, hə? O ya Allah. Gəlinimin gözündən hiss olunur ki, sevib ailə qurur. Həmişə xoşbəxt olasan, səni çox danışdırmayacağam. Bilirəm, biraz həyəcan, biraz belə sevinç, hamısı qarışıq bir-birinə. Hamının bir daha gözü aydın olsun. Bəyimiz hanı? Bəyimizi dəvət eləyək. Çox gözlətməyək. Burada da cərimə var. Bəyi cərimə eləməliyik. Yəni, nəməri alınmalıdır. Bayağı burada yenə bəy tərləməlidir. Ondan sonra gəlinin yanına. Getdik. Necə? Bəyi elə belə buraxmırıq. Nəmər çox olmalıdır. O sizdən asılıdır. Gəl Tural, bizdən asılı. Hanı bəyimiz? Hanı bəyimiz? Bəyimizi çağıraq yavaş-yavaş. Aha, çağırın. Xoş gördük. Sağ olun. Necəsiz? Yaxşıyıq. Ailənin nəyisiz? Xoş gördük. Ailənin. Gəlinləri gözünüz aydın olsun. Subaylarımız üçün olsun. Amin. Nə oldu? Hə. İndi bəyimizi gözləyirik, bəyimiz gəlsin. Bir orada qarşısını kəsəcəklər, nəmər alacaqlar. Mən də gəlin otağında, gəlin qapısının ağzında kəsəcəm. Niyə də ki, yox. Adətimiz var, ənənəmiz var. Bir zəhmət biraz tərləsin bəyimiz. Başladı. Düzdür? Hərə, düz deyirsən. Deyəsən, siz də gözləyirsiniz. Ha? Siz də deyəsən, qapı kəsmək istəyirsiniz. Yo, mən qapı kəsmirəm. Allah xoşbəxt eləsin. Yarın balalardan olsun. Ata-anasının gözü aydın olsun. Amin. Hər kəsin gözü aydın olsun və gözünüz bizdə olsun. Aha, deməli bizim buranın çox gözəl bir adəti var. Bəy evindən boş sandıq gəlir. Boş gəlir, dolu gedir. İçində var? Hə, nə var içində? Konfet var, kürək var, şirin şeylər var. Belə deyək də, deməli, bəy evindən gələn sandığın içində çörək olur, şirniyyat olur, konfet olur, şokolad olur. Təhvil veriləcək gəlin evinə. Gəlin də öz anyonlarını, belə balaca o cehizlərini, xırdavat cehizlərini yeməklər gedir. Yeməklər gedəcək bunda. Şirniyyatlar gedəcək bunda. Yemək qoyulacaq. Mən elə bilirəm ki, gəlinin cercehizi gedəcək. Deməli, konfet gətirirsiniz, yemək, şirniyyat aparırsınız. Buranın, bax, bu adətidir. Mütləq gəlin evinə sandıqla gəlib, sandıqla getmək lazımdır. Gələndə də, gedəndə də dolu olmalıdır. Orada açacağıq biz, harada açacağıq? Getdik, gəlin getdik. Hə, bəyin özü açacaq. Bu evə. Çaşdım. Burada gəlinimizin xonçalarıdır və sandığımızı da yerləşdiririk bura. İndi
Bu sandığı kim açmalıdır? Özləri açacaqlar. Özləri açmalıdır. Sandığa gelecek. Baxın, hazırlanıbdır, qız evi hazırlayıbdır. Bişmiş, qızarmış toyuqdur, belə deyək də qrildir. Sandığa yerləşdiriləcək. Daha sonra. Baxın, burada bu belə cığaradadır, şirniyyatlardır, şəkər bura, paxlava, halva. Bunlar hamısı yerləşdiriləcək. Bu sandığa göndərilir üzü oğlan evinə, bəy evinə. Bunlar da bəyin xonçası. Bu da bəyin xonçasıdır. Elmar bəyin bəylik xonçası. Amin. Mənim, baba, bu mənə maraqlı gəldi. Bu nədir? Şərbət. Şərbətdir. Hə. Bu Bəyinə gəlin. hə, içəcək. Bu şərbətdir, bəylə gəlin içəcək. Bu isə xınadır. Bu xınadır. Nə vaxt ora aparılır da o? Bəy evinə. Bəy evinə. Xınası olub. Bu gün olacaq. Hə, dünən oldu. Hə, bu aparılacaq. Hə, belə ayrıca ayrılır bir xına. Qız evindən oğlana xına bəy üçün göndərilir. Bakalım nasılmış Sleepy'den önce? Ne haber kızlar? Bu ne hal böyle? Şöyle böyle, şöyle böyle, şöyle böyle, şöyle böyle, böyle böyle değil. Sleepy yaratılar öyle böyle değil. Yoktu ki bizde böylesi. Teyzeciğim bu Sleepy. Yeniliğin ta kendisi. Öyle böyle değil. Sleepy yaratılar öyle böyle değil. Öyle böyle değil. Sleepy yaratılar öyle böyle değil. Hoş geldin Elmar Bey. Portakallarımız gelsin. Geleniz bu vakti körpe sesi gelsin önümüzden. Gözəl cütlüyüm də, bugünkü cütlüyümdür. Təbrik edirəm bir daha, gözünüz aydın olsun. Sevib ailə qurmusunuz. İnarsınız, dünəndən də elə bəydə gülür beləyi. Görünür ki, xoşbəxtdir, bütün maşallah. Gəlinimiz də xoşbəxtdir, həmişə xoşbəxt olasınız. Vaxt yubatmayaq deyirəm, vaxt itirmədən. Çünki əməllicə də yolumuz var. Bir saat yarımlıq Qusarın Laza kəndinə yolumuz var. Orada yaşayasın mı? Hə, o kənddə yaşayacaqsan, yaşaya biləcəksən. Maşallah, halaldır sənə quzum. Onda getdik. Yavaş-yavaş gəlinimizlə belə qoltuğumuza vurub aparırıq evimizə, eşiyimizə. Getdik. Allah xoşbəxt eləsin. Sən olan yer mənə cənnət sayılır. Sən olan yer mənə cənnət sayılır. Özgəyə baxma. Gözünüz aydın olsun. Nəyisiz? Əmisiyəm, qızın əmisiyəm. Hə, qızın əmisi. Gözünüz aydın. Baylarınız olsun, təbrik edirəm. Allah mübarək etsin, qoşa qarasınlar, yarayanlardan olsun. Allah dövlətimizi qorusun. Amin, amin. Deməli, burada bir adət var. Çörək gəlməlidir. Birinci çörək kəsilməlidir. Kim məlumat verər, o nəyə görədir? Kim danışa bilər? Qaynatası, qohumları kəsirdi, qohumları. Aha, bildim. Niyə kəsirlər? Bərəkət. Gəlinimiz yəqin ayağı ruzili bərəkətli olsun deyir. Bəli. Həm ruzisi bu tərəfdə olsun gəlinimizin, həm də o tərəfdə bol olsun gəlinimizin ruzisi. Gözəl adətdir, gözəl adətdir. Gəlinimizin nə idi? Qonşuyu. Hə, qonşusu. Sonra, çörəyimiz anı. Yok mu böyle? Hoş öyle yiyor.
Sabahın xeyir var, sabah xeyir. Xoşbaxt olun. Oğurlu qızlı olun. Xoşbəxt. Gəlinimizin dayısı. Gözünüz aydın olsun. Sen olan yer mənə cənnət sayılır. Sen olan yer mənə cənnət. Bala, göz bebeğin kimi koruyacaksan balım, yaxşı mı? İnşallah. İnşallah. Atası, Sağ ol. Bir yerdə qarıyasınız. Bir yaşında qucaqsınız. Birbirinizin qədrini biləsiniz. Birbirinizə hörmət edin. Allah sizə həmişə hörmət eylesin. Qızımız sənə, səni də Allah'a emanet edin. Yəni toyda bu normaldır. Hamımız pis olduq. Tək xoşbəxt olsun, sevinç göz yaşların axsın bundan sonra o gözündən. Gəlin nəysə? Yox, bəyin. Gəlin beyin qardaşı, gəlinin də bir qardaşıyam. Ay sağ ol, onda sənin ödəmə. Allah xoşbəxt eləsin. Allah mübarək eləsin. Həmişə belə şadlıqlarda Denə. Bismillah. Denə. Bacım qız gəlir. El ayağı düz gəlir. Hamı deyil. 7 oğul istərəm, bircə dənə qız gəlir. Allah mübarək Allah mübarək eləsin. Allah mübarək eləsin. Çörək necə kəsilir? Bir bəy tərəf olmalıdır, bir qız tərəf, yoxsa? Bu elin adəti belədir ki, gəlin gətirəndə həm oğlan tərəfi, həm qız tərəfi. Çörək bəy tərəfindən gətirilir, bir gəlin başının üstünə hərləyir, 3 dəfə kəsirlər. Rozili bərəkətli olsun, düşərli uğurlu olsun. Çörəyin yarısı qalır qız tərəfdə, yarısı qalır oğlan tərəfdə. Bir də bu yaxırlar, yağla bal yaxırlar ki, həm şirin olsun. Ne eləyəcəyik onda? Hazırdır. Kəsilən çörəyin üstünə bal yağ da əlavə edirlər ki, şirin olsun. Bərəkətli olsun ayağım inşallah. Şərli olsun. Çörəyimiz də kəsildi. Xoşbəxt olun. Yarayanlardan oğullu qızlı olsun. Həmişə mehriban olun, böyüklərlə, böyüklərlə kiçikli olun. Biz də gələndə bizi də yaxşı qarşılayarsınız. Əminəm ki, gələn qonağı gözəl qarşılayacaq, mehriban olacaq. Çünki üzündə o səmimiyyət, o mehribançılıq var. Bəli. Gəlin ocağa çəkər. Abla layıq ol. Allah korusun sizi can olun. Allah xoşbəxt eləsin. İndi bəylə gəlini artıq çıxartmalıyıq, aparmalıyıq mağara. İndi bizim son adətimiz varmı? Nəsə olacaqmı? Sizdə də çıraq adəti var, düzdür? Aha. Buyurun. Çırağı qoyuruq evin ortasına. Gəlinimizin atası 3 dəfə çırağın başına doluyur. Sən o tərəfə ged, Elmar. Narahat olma, da yanında olacaq. Ged o tərəfə. Buyur
Gözün aydın olsun atam bir daha. Yine hoş gelmişsiniz. Həmişə belə şad məclislər çəkir. İnşallah, inşallah. Vəssalam. İndi gəlinimizi aparırıq yeni ocağına, yeni evinə. Xeyirli olsun sənin üçün. Gözünüz aydın olsun. Olsun toy kızıl yüzük parmağımda, görüm üzümü beyaz donda. Gəldik Qubanın Küsnət Qazma kəndinə. Gəlinimizi aparmağa gəlmişdik. Burada da yerli-yerində öz adətimizi, ənənəmizi, toya xas adətləri, ənənələri həyata keçirdik. İndi isə yollanırıq Qusarın Laza kəndinə. Bəyin sol dişi, sağ dişi. Hansıydı sağ diş, sol diş? Bəs sol hanı? Sağ burada, sol burada. Gəlin görün bura. Bəyimizin sol dişi, sağ dişi. Sağ dişi, sol dişi. Gəl dönün, niyə qaçırsan, gəl. Nə indi? Mənim qonşumdur, dostum. Sənin? Eyni elə. Onda gözünüz aydın olsun. Bugün dostunuz, qonşunuz evlənir. Nə deyə bilərsiniz? Heç nə, xoşbəxt olsun. Evlisən, subay? Evli. Amma sən subaysan. Deyirəm, sağ diş deyəsən evli olur, sol diş nəsə də qarışdım, subay. Sənin üçün olsun. Sağ olun, çox sağ olun. Var fikrində? Olar inşallah. Dəvət eləyəcəksən məni? İnşallah. İnşallah. Allah səni də xoşbəxt eləsin, hamını xoşbəxt eləsin. Gözünüz aydın olsun. İnşallah xəbər eləyəcəm. Ona möhkəm vurulmuşam, xəyalını çox qurmuşam, yuxularda qovuşmuşam, mən təkcə onun olmuşam. Ona vurğun olub ürək, bu ürəyə sevda gərək, var içimdə bir cədilər, arzum budur biz evlənək. Olsun toy, ona mən qovuşum sonda, axı mənim könlüm onda. Olsun toy, qızıl üzük parmağımda, görüm özümü beyaz donda. Olsun toy, ona mən qovuşum sonda, axı mənim könlüm onda. Olsun toy, qızıl üzük parmağımda, görüm özümü beyaz donda. Amil amil amil, biri avay burada ki, ili sakat rayşihinga, kızım da kuray kümesle. Amil amil amil, didi bu batile huy amil amil, bahtara vay khizan huy veledai, arsa yok su var huy mühibahin, cihirar kimsa huy. Əziz tamaşaçılar, toyumuz artıq başlayıb görürsünüz. Amma biz bəylə, gəlinlə gedəcəyik. Deməli, Lazanın yuxarısında Suvar deyilən bir yer var, Suvar kəndi. Gedirik birinci, gəlinimizlə bəyimizi orada çəkirik. Ondan sonra başlayırıq. Sən oradan götür görüntülər. Yuxarı pakar oynayacağım. Gəlmişik Lazanın yuxarı hissəsində Suvar deyilən bir ərazi var. Ora gəlmişik. Gəlinimizlə bəyimizin burada bir gəzintisi olacaq, bir fotosesiyası olacaq. Dedik biz də gələk. Onu da qeyd edeyim ki, Lazadan Suvara hər maşından da gəlmək olmur. Biraz yolu çətindir. Amma biz gəldik, çatdıq. Gəlik, getdik. Bugün Qusarın Laza kəndində Elmar və Selcan cütlüyünün xoş günündəyik. Bir daha təbrik eləyirik, gözünüz aydın olsun. Buradan da çəkilişlərimiz başlayır. Gedirik mağar toyuna. Oynayacağıq Elmar səninlə, yaxşı? Getdik. Meydan-ı məhəbbətdə cihad eyləmişəm, öz sevgilimin könlünü şad eyləmişəm. Mən
ki onu gör bir necə yad eləmişəm. Yad eləsə yarım mən əlaya dəyər. Mən ki onu gör bir necə yad eləmişəm. Yad eləsə yarım mən əlaya dəyər. Ulduza dəyər, avya dəyər, Məcnun. Gəlinimizlə bəyimiz də artıq təşrif buyurdu. Birazdan oynayacağım. Ulduza dəyər, aya dəyər, Məcnunə dəyər, Leylaya dəyər. Mən sevdiyimin bir teli dünyaya 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 dəyər. Meydanı məhəbbətdə cihad eləmişəm. Öz sevgilimin könlünü şad eləmişəm. Meydanı məhəbbətdə cihad eləmişəm. Öz sevgilimin könlünü şad eləmişəm. Mən ki onu gör bir necə yad eyləmişəm. Yad eyləsə yarım məni əlaya dəyər. Mən ki onu gör bir necə yad eyləmişəm. Yad eyləsə yarım məni əlaya dəyər. Ulduza dəyər, aya dəyər, Məcnunə dəyər, Leylaya dəyər. Ulduza dəyər, avya dəyər, Məcnuna dəyər, Leylaya dəyər. Mən sevdiyimin bir teli dünyaya dəyər. Mən sevdiyim. Bax, kənd toyunun, həyət toyunun ən gözəl məqamlarından, anlarından biri budur. Hərə bir tərəfdən görürsünüz piyada gəlir, əlində xonçalar, pay pürüşlə gəlirlər. Qonaqlarımız gəlməyə davam eləyir. Maşallah, burada o qədər adam var. Həmişə təki belə olsun, toy bayramı olsun. Hanımlarımız gəlir, qonaqlarımız gəlir, gəl. Özdə pay pürüşlü gəlirlər, əlləri xonçalı gəlirlər. Bəy, nəyisiniz? Gəlin qardaşım. Gəlinin qardaşı, gözün aydın olsun. Buyur geç. Gəlin bura. Gəlin, gəlin. Bir daha gözünüz aydın olsun. Bəy xonçasıdır. Həmişə xoş günlərdə. Allah bəxtəvər eləsin. Yarayanlardan olsun, oğulu qızlı olsun. Amin inşallah. Bəy xonçası gəlir, gəlməyə davam edir. Oy, sizdə halva da gəlir. Bu halvadır, nə halvasıdır? Danışa bilmirəm, Azərbaycan dilində bilmirlər. Halvadır da. Bilirəm, çox toylarda yoxdur halva. Amma buranın adətidir. Ləzgin halvası. Ləzgi halvası. Təbrik eləyirəm. Gözünüz aydın olsun. Siz qız tərəf. Bəli. Nəyisiz qızın? Qızım xalası qızı. Maşallah. Yaxınsınız onda, rəfiqəsiz. Gözünüz aydın olsun. Xoş gəldiniz. Burada da xoş gördük. Buyurun. Şadlıqlara gəl abi. İnşallah. Gəl. Siz keçin. Keç. Gəlinim. Maşallah. dünyaya değer. Ben sevdiğimin bir teli dünyaya değer. Ben sevdiğimin bir teli... Selcanım, bir daha gözün aydın olsun. Öz evinə, eşiyinə, bundan sonraki həyatında yaşayacağın evinə, eşiyinə gəldi. Xoşbəxt ol həmişə. Sağ olun, çox sağ olun. Siz bayramınız üçün olsun. İnşallah.
Ay Elmar, səni də təbrik edirəm. İki könül bir-birini sevəndən sonra, bir-birlərinin yanında olandan sonra əminəm ki, bundan sonra da həyat sizə gözəl olacaq. Xoşbəxt olun bir daha. Elə bilirdin bitdi? Yox! Qiymətləri ürəklə bölməyə davam et. Endirimli məhsulları ilkin ödənişsiz, faizsiz, komissiyasız, düz 24 aylıq kreditə bölmə imkanı səni gözləyir. Bəs sən nə gözləyirsən? 24-28 aprel tarixlərində bir marketə gəl və ürəklə alış-veriş et. Nar sərf edir. Menstruasiya zamanı yeni və daha yaxşı təcrübəyə hazırsınız? Yeni Always Ultra bezlərini qarşılayın. İndi yeni və daha yaxşı üst qatı ilə həmişəkindən yumuşaqdır və ani güclü axıntını daha yaxşı obduraraq quruluğu təmin edir. Tanıdığınız və etibar etdiyiniz Always müdafiəsi ilə hər zaman arzuladığınız yumuşaqlığı hiss edin. Nar sərf edir. Nar sərf edir. İllərin vərdişini necə dəyişmək olar? Siz? Yalnız daha yaxşısı ilə. Gəl bizimlə. Gördüyün Cristalex 3 qat güclü formuluyla Ən çətin və qurumuş ləkələri qat-qat rahat təmizləyir. Alman laboratoriyası təsdiqi ilə düz 20.000 qab yuyaraq rəqiblərini geridə qoyur. Üstəlik daha sərfəlidir. Cristalex dediyinizdən də yaxşıymış. Sınayan 10 qadından 9-u Cristalex'i tövsiyə edir. Cristalex, qadınların qadınlara tövsiyəsi. Belki çay içək. İçənlə içək. Berqa çayının möhtəşəm ətri Ülker ləzzəti ilə birləşdi. Berqa və Ülkerlə isti və xoş anlar. Əsl futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz histir. Nar sərf edir. Və plastik boru bazarında ən böyük rəqibimiz Metak'dır. Metak? Eşitməmişəm. Nədir ki üstünlükləri? Məsələn, Metak'ın kombi borularında fiber qatı var. Fiber qatı nədir? Müəllim, bizim borular isti suyun təsirindən əyilir. Dar yerlərdə deşilir. Amma Metak boruları düz qalır həmin fiber qatına görə. Ha? Bana burada Metak'ı tərifləmə. Öz malımızı reklam elə. Nəyin reklamı elə? Borularımız partlayır. Dünən bizdən hər boru alana dalğıc geyimi hədiyyə. Bunu hamı bilir. Düzü elə Metak'dır. Sozumuzdur. Orada nədir? Heyvanın
Bax belə sümüklər. Maça gedir də, hə? Hə, maça. Maşallah, 2 yemək. Siz gec gəlmişsiniz ha indi. İnanırsınız bayaqdan gəlini gətirdi. Yəni Bəylə gəlini evə saldı. Ortalığı oynamaqları çəkmə. Bəylə gəlini, qonaqları danışdırma ancaq gəlib çatmışıq. Deməli bugün bizim toyumuzda yeməklərimiz nələr olub? Sos, boğlama olub, soğuz olub, Dolma. mal zingləri olub. Sonra bu koyun maça olub. Sonra kələm dolması. Kələm dolması. Aş, plov. Aş, sonra... Plov sizdə necədir? Aşqara iləndir, yoxsa sadə plov deyə nə elədir? Yox, etlə. Bizdə... Döşəmə plov. Hə, bizdə etlə bişirir. Dolmanı kim bişirib? Sən bişirdin? Əllərinə sağlıq. Hələ dadmamışam, dadım bilmirəm, amma əminəm ki, qəşəng ləzzətli bişirmisən. Hər şey yaxşı olur. Necə? Üzü yaxşı olanda hər şey yaxşı olur. Ay sağ ol. İnsanın özü yaxşı olanda hər şey yaxşı olur. Maşallah, yorulmayasınız. Burada da plovumuzu kim dəmləyib? Mən özüm dəmləmişəm. Ay, yeməklər sən eləmsən. Yəni dolma ilə plov sən hazırlayırsan. Hə, dolma ilə. Maşallah. Birazdan dadına baxıb deyərik necədir. Balaca yerdə isə buranın məşhur çörəyi var, xərək çörəyi bişirilir. Xanımlarımız biri hazırlayır, biri yayır, biri də bişirir. Yorulmayasın. Sağ ol, xoş gəlmisiniz. Xoş gördük. Anam, sizi də xoş gördük. Çox sağ ol, Allah sağ olun. Siz də xoş gəlmisiniz. Siz də xoş gəldiniz. Çox sağ ol, mən xəmir yoğururam. Siz xəmiri yoğurursunuz, siz isə pişirirsiniz. Space TV-nin və Banu verilişinin dəyərli, doğma, mənim üçün əziz izləyiciləri, bugün Qusarın Laza kəndində Elmar və Selcan cütlüyünün toyunda olduq. Bugün fərqli toyumuz keçdi, maraqlı keçdi, çox maraqlı keçdi. Buranın təbiəti, insanları bir başqa gözəldir. Təbii ki, bütün bölgələrimiz gözəldir, bütün insanlarımız gözəldir. Bugün isə buradan bu qədər. Qismət olar gələn həftə eyni vaxtda yenidən görüşərik. Amma sizin də toyunuz varsa, qeyd olunan nömrələrlə əlaqə saxlayırsınız. Bir zənglə yanınızdayam. Hələlik.